Tarixən bizə məlumdur ki, Azərbaycan xalqı demokratik yönümlü, demokratik fikirli bir xalqdır. Məhz şərqdə ilk olaraq Azərbaycan Demokratik Cumhuriyyəti yaranmış və ilk dəfə olaraq şərqdə demək olar ki, azadlıq uğrunda Babək hərəkatı, Xürrəmilər hərəkatı məhz Azərbaycanda başlamışdır. Mən bütün bunları ilk kitabım olaraq Azərbaycanda demokratiya və demokratiya, antidemokratiya dərsləri adlı kitabımda bunları göstərmişəm. Hal-hazırda demokratiya nədir? Azərbaycanda demokratiya necə başa düşülür? Demokratik hakimiyyətdə olanlar demokratik fikirlidirlər, demokratik fikirli deyirlər və Azərbaycanda olan demokratların mən orada bu kitabımda göstərmişəm və demək olar ki, bütün ilk yazımda bu fikirdə olmuşam. Məhz Azərbaycanda hal-hazırdakı dövr demək olar ki, diktatura, totalitarizm dövrüdür. Çünki bu dövr məhz kommunizm rejimindən qalma dövrdür. Məsələn, Əliyevlər hakimiyyəti dövründə çəkmiş Sovet İttifaqından qalma tarixi prosesləri Əliyevlər hakimiyyəti dövrü hal-hazırda onun oğlu Heydər Əliyevdən İlham Əliyevə keçmiş və bu demək olar ki, diktatura dövrü Azərbaycanda hökm sürür. Bu diktatura deməli olar ki, həm millət üçün, həm cəmiyyət üçün, həm ictimaiyyət üçün zərərli bir dövrdür. Tarixdə məlumdur ki, kommunizm rejimi, faşizm rejimi, bu rejimlər həmişə diktatura yönümlü bir quruluş yaratmaq istəmişlər. Çünki diktaturasız bunlar hakimiyyəti saxlaya bilməzlər. Ona görə də hal-hazırda Azərbaycanda bu hakimiyyət, İlham Əliyev hakimiyyəti diktatura rejimini qurmaqla, polis rejimi qurmaqla hakimiyyəti saxlayır. Nəyə görə bu onlara lazımdır? Onların bir məqsədi var. İlham Əliyev bir məqsədi. Ancaq hakimiyyətdə qalsın və milyonlara sahib olsun, xalqın gələcəyi, sabahı, bugünü onları maraqlandırmır. Maraqlandırmır ona görə ki, əgər onlar demokratiya qurmaq istəsələr, söz mətbuat azadlığı qurmaq istəsələr, avtomatik bu milyonlardan məhrum olacaqlar. Ona görə onlar bu diktatura rejimli bir quruluşda yaşamağı üstün tuturlar. Məsələn, Azərbaycanda üzdə 5-6 müxalifət yönümlü partiya var. Əslində bu partiyalar ciddi partiyalardır. Lakin o qədər bu rejim bu partiyaların azadlığını məhdudlaşdırmışdı ki, hal-hazırda onlar demək olar ki, nə bir televiziya verilişlərində, nə bir mitinqlər təşkil etmək, heç bir şey təşkil edə bilmirlər. Bu da diktatura rejiminin əsasıdır. Məhz diktatura rejimində keçmiş bütün post-sovet ölkələrindən deməli, ən ciddi diktatura rejimi Belarusiya, Azərbaycan, Özbəkistan. Demək olar ki, dünyada bu rejimlərdən demək olar ki, təhlükəli rejim bu ölkələrdə, bu dövlətlərdən geri qalmış. Ona görə də burada olan xalqlar, millətlər öz ölkələrini tərk etməyə məcbur olurlar. Tərk etməyə məcbur olurlar ki, onlar orada yaşamaq, onlar azad yaşamaq hüquqları, onların hüquqları tapdalanır. Onlar orada demək olar, qane olmurlar o hüquqlarına. Ona görə məcbur olurlar öz ölkələrini tərk etsinlər. Bu kitabımda da bunları mən göstərmişəm. Hələ vaxtı ilə ilk Sovet hakimiyyəti dövründə məhz Azərbaycanda olan diktatura rejimi heç bir keçmiş Sovet ölkələrində 15 respublikanın heç birində yox idi.
Seyid Əliyev bu rejimi, bu diktator rejimi yaratmışdı. Nəyə görə yaratmışdı? O biri respublikalarda yarada bilərdi. O biri respublikalar ona görə yaratmışdı. Bu rejimlə, diktatura rejimi olsa da var idi. Amma ciddi şəkildə Poroş rejimi eləməmişdilər ona görə ki, onlar artıq, çünki onların dövləti diktator olmayanda, zəif demokratik bir yönümlü olanda, onlar korrupsiyaya, sonra rüşvətxorluğa az meyilli olurlar. Diktator rejimdə hakimiyyət, korrupsiya, rüşvətxorluq ciddi şəkildə güclənir. Əliyevlər hakimiyyəti dövründə diktatura rejimi lazımdır. Onlara demokratiya lazım deyil. Çünki onlar demokratiya mahiyyətini bilmirlər. Biz bilirik ki, demokratiya xalq hakimiyyəti deməkdir. Xalqın hakimiyyəti, əgər heç bir seçici, qanuni demokratik seçici azad olmursa, o demokratiyadan söhbət gedə bilməz. Ona görə də mən bütün bu kitablarımda bunların hamısını qeyd eləmişəm ki, bu kitab 3 bölümdən ibarətdir. Birinci bölüm əsasən kitabın adından da məlum olur ki, Azərbaycanda demokratiya, antidemokratiya dərsləri Azərbaycanda demokratiya nədir? Azərbaycan demokratik xalqı, Azərbaycan demokratik fikirli xalqdır, lakin hakimiyyətdə olan demokratik fikirli xalqdır. İkinci bölümdə isə Azərbaycanda ümumiyyətlə demokratiyanın fəlsəfi baxışı, demokratiyanın fəlsəfi baxışı bölümüdür ki, bu bölümdə də mən demokratiyanı deməli xeyrə bənzətmişəm, antidemokratiyanı isə şərə bənzətmişəm ki, bunlar ömür boyu bir-birinə mübarizə aparır və aparmaqdadır. Əlbəttə ki, istəyərdi ki, həmən xeyr qalib gəlsin və xeyr əsas bu xalqdır, millətdir, bu qalib gəlsin və onlar azad, demokratik bir quruluşda yaşasın. Üçüncü bölümdə ondan ibarətdir, Azərbaycanda demokratik fikirli ziyalılar və ictimai dövlət siyasi xadimlər. Məsələn, Əli bəy Hüseynzadə kimi, Məmməd Əmin Rəsulzadə kimi, Seyid Cəfər Pişəvəri kimi, Əhməd bəy Ağayev kimi, Əbülfəz Əliyev kimi, rəhmətli Elçi bəy kimi, sonra İsa Qəmbər kimi, hal-hazırda ki, Musavat Partiyasının başqanı kimi demokratik fikirli adamlarla mən bəhs etmişəm. Hələlik bu qədər bu kitabı mən özüm bildikcə internet saytına mən yerləşdirəcəm. İndi hal-hazırda da yerləşdirmişəm.